Mən burada əyləşən qonaqlarımızın, ictimaiyyət nümayəndələrinin, ictimai xadimlərin və o cümlədən kütləvi informasiya vasitələrinin əməkdaşlarının nəzərinə çatdırmaq istəyirəm ki, Azərbaycan Səsi İctimai Birliyi bir ilə yaxındır ki, fəaliyyət göstərdiyi zamanda bu gün də daxil olmaqla 451 ailəyə yardım verib. Onu da qeyd edək ki, Azərbaycanın Səsi İctimai Birliyi 12 sentyabr 2017-ci ildən fəaliyyətə başlayıb. Yarandığı gündən bu qurum Respublikanın ictimai həyatında aktiv iştirak ilə seçilib. Qeyd edək ki, müxtəlif aktual məsələlərə həsr olunmuş tədbirlərin yüksək səviyyədə keçirilməsi, sosial əhəmiyyətli layihələrin reallaşdırılması, xarici ölkələrdə fəaliyyət göstərən ictimai qurumlarla mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi Azərbaycanın Səsi İctimai Birliyinin fəaliyyətində prioritet istiqamətdən biri olmuşdur. Lakin bütün bunlarla yanaşı bir fəaliyyət istiqaməti də vardır ki, məhz bu istiqamətdə birliyin rəhbəri tərəfindən hər zaman daha çox üstünlük verilib. Belə ki, Azərbaycanın Səsi İctimai Birliyinin sədri Məşədi Faiq Əhmədov hər zaman əhalinin az təminatlı təbəqəsinin ehtiyaclarını xüsusi diqqət mərkəzində saxlamağı özünə borc bilir. Məhz bu səbəbdən də İctimai Birlik ölkəmizdə qeyd olunan bütün əlamətdar günlərdə mütəmadi olaraq xeyriyyə aksiyaları keçirib. Dünya Azərbaycanlılarının Həmrəylik günü, Novruz bayramı, Qurban bayramı və bir çox digər əlamətdar günlərə həsr olunmuş belə tədbirlərə hər zaman ölkə ictimaiyyətinin nümayəndələri, o cümlədən ziyalılar, elm və mədəniyyət təmsilçiləri, ictimai birlik rəhbərləri də cəlb ediliblər. Əlbəttə ki, ümummilli lider Heydər Əliyevin doğum gününə, ölkə prezidenti cənab İlham Əliyevin doğum gününə, prezident seçkilərinə, həmçinin Ulu Öndərin anım gününə həsr olunan xeyriyyə tədbirləri hər zaman xüsusi coşqu və daha böyük ruh yüksəkliyi ilə keçirilmişdir. Belə tədbirlərin əsas məramı isə dediyimiz kimi az təminatlı ailələrə yardım göstərmək, onların zəruri ehtiyaclarının ən azından bir hissəsini ödəmək olub. Qeyd etmək lazımdır ki, indiyədək Azərbaycanın Səsi İctimai Birliyinin təşkilatçılığı ilə keçirilmiş belə tədbirlərə ümumilikdə 451 şəhid, qaçqın və məcburi köçkün ailələrinə, əlil və sadəcə imkansız insanlara ərzaq yardımı təqdim olunmuşdur. Tədbir iştirakçıları Ulu Öndərin anım günü münasibəti ilə çıxışlar etmiş, ümummilli liderlə bağlı öz xatirələrini və fikirlərini söyləmişlər. Çıxış üçün sözü Nazirlər Kabineti yanında